Aliyə xanım, xoş gəlmişsiniz. Mersi, təşəkkür. Əhvalınız yaxşıdır. Müşkülünüz nə idi sizin? Müşkülüm dizim ağrıydı, yumağı. Artrozu var idi. Bəli. Yeriyənmirdin. Bəli. Açıb bağlayanda ağrıyırdı. Bəli, bəli. Oturub duramırdım. Maşına minənmirdi. Bəli. Otluq yerdə də ağrıyırdı. Bəli, elə otluq yerdə də göynüyürdü, ağrıyırdı. Yox, yeriyəndə də axsıyırdı. O əsla yeriyənmirdi. Buna getdik ortokin vurduq. Bəli. Dedik ortokinin faktor roşdu var içində və faktor deltapsi. Bəli. Öz qanınızdan da qan aldıq, bu ortokini düzəltdik. Bəli. Bədəz inkubation təzyiq elədik bir həftədə dizlərsən. Bəli. Peki sən 100-ə neçə fərq eləmişsən bu bir həftə keçmişdir? 100-ə elə 100 fərq eləyibdi. 100-100 fərq eləmişsən. Əsən ağrınız adın yoxdur, yoxdur. Və ceyb xəraplama ha? Yox da bilmirəm, şimdi cürrənəcək. Çox illəz açılır. Çox yaxşı. Baxın, orada bir seri faktorlar var. O faktorlar sənin dizinin başlayacaq tərmim eləmək. 20 ay orada təsiri olacaq. 5 ildə artrozun qabağını alır. İnşallah kitabından bir yana bizi ağrı görməsin. Təşəkkür edirəm. Əlləz ağrımasın. Bizdən razısan? Çox razıyım. Əlləz ağrımasın.